Deyir ki, diametrin öz nöqtələri çevrəyə toxunan düzxətdən 2 və 8 sm məsafədə dairənin sahəsini tapın. AB olsun diametr. Bu da olsun CD. CD də çevrəyə toxunan düzxətdir. Bizə deyir ki, AB diametrinin öz nöqtələri çevrəyə toxunan düzxətdən 2 və 8 sm məsafədədir və dairənin sahəsini istəyir. Dairənin sahəsini tapmaq üçün birinci biz çevrənin deməli radiusunu tapmalıyıq. Bunun üçün nə edirik? Bura 8 toxunan olduğuna görə, bura 8 isə burada 8-dir. Deməli, bura 8 isə burada 8 toxunduğuna görə, bura 2 isə burada 2-dir. Deməli, bu trapeziyanın, düzbucaqlı trapeziyadır bu. Düzbucaqlı trapeziyanın, bunu qıraqda çəksək, düzbucaqlı trapeziyadır. Bu tərəfi 10-dur. Oturacağın biri 8-dir, biri də 2-dir. Bu da 2 yerdir, yəni diametr 2. Bunu çəksəm belə. Çəksək, onda bura 2, bura 6. 16 Pifagora görə, bu düzbucaqlı trapeziyadır. Pifagora görə 16, bura olacaq 8. Bura 8-dirsə, onda 2 r bərabərdir 8-ə, r də bərabərdir 4-ə. Radius oldu 4. Dairənin sahəsi də s bərabərdir pi r kvadratı. O da eləyəcək 4 radius 4-dürsə 16 pi. Baxıram 454-cü sual. Deyir, radiusu kökü plus 1 olan çevrənin xaricindəki nöqtədən, bu bir A nöqtəsidir. Bu nöqtədən çevrəyə çəkilən toxunanlar arasındakı bucaq 90 dərəcədir. Bu nöqtədən çevrəyə qədər məsafəni tapın. Bu da toxunandır. Bura olsun çevrənin mərkəz nöqtəsi. Buradan toxunana perpendikulyar radiusları çəkirəm. Deməli, bunlar toxunana perpendikulyardır. Və biz bilirik ki, A ilə O nöqtəsini birləşdirəndə həm bölən olur. 45, 45. Onda bu düzbucaqlı üçbucaqlının burada 45, burada 45'dir. Bizə deyir ki, bunun radiusu kök 2 plus 1'dir. Kök 2 plus 1'dirsə, onda burada kök 2 plus 1'dir. Onda AO'muz da bizim bərabər yanı düzbucaqlı üçbucaqlı hipotenuz katetin, yəni katetin kök 2 mislidir. Bunu kök 2'yə vursaq 2 plus kök 2 olur. AO 2 plus kök 2 isə bura bir K deyirəm. AO'dan OK'nı çıxanda bizə verir AK'nı. Bizdən də AK'nı istəyir. O da bərabər. AO'muz 2 plus kök 2'dir. Bundan çıxıram OK'nı. OK da radiusdur, yəni kök 2 plus 1'dir. Bu da bərabərdir. Kök 2 ilə islah olunur. 2 ilə 1 çıxanda 1. Deməli, AK məsafəsi bərabər oldu 1-ə. Baxıram 455-ci suala. Deyir, çevrə xaricindəki A nöqtəsindən bu çevrəyə uzunluğu 6 olan aralarındakı bucaq 90 olan AB və AC toxunanları çəkilmişdir. Və bu çevrəyə uzunluğu 6, aralarındakı bucaq toxunan çəkilib. Deməli, bunların hər ikisinin uzunluğu 6-dır. Və BC vətərinin uzunluğunu tapın. Deməli, BC vətərinin uzunluğunu istəyir. Biz bilirik ki, bu 90 dərəcədir. ABC üçbucağı bərabər yəni düzbucaqlı üçbucaqdır. Onda burada olur 6 kök 2. Baxıram 461-ci sual. Deyir, çevrə üzərindəki A nöqtəsinə çəkilən toxunan və vətər çevrə üzərindəki bir A nöqtəsidir. Deyir, bunun üzərindən çəkilən toxunan və vətər. A nöqtəsinə çəkilən toxunan çəkək. Toxunan və vətər. Toxunan və vətər arasındakı bucaq deməli 30 dərəcədir. Bu bucaq 30 dərəcədir. Bir dəqiqə bunu tam tutum. Deməli, çevrə üzərində A nöqtəsindən çəkilən toxunan və vətər arasındakı bucaq 30 dərəcə, vətərin uzunluğu 12-dir. Olarsa çevrənin uzunluğunu tapın. Bu 30 dərəcəsə daxil çəkmiş bucaqdır, onda bu qoyuz 60 dərəcəyə qoyuzdur. Bizdən də çevrənin uzunluğunu. Çevrənin uzunluğunu tapmaq üçün birinci radiusu tapıram. Bu vətəri mərkəzlə birləşdirdim. Və bu 60 dərəcə sonda burada 60'dır. Bu da burada R'dir. Onda AOB həm bərabər yanlıdır, həm də təpə bucağı 60'dır. Onda bu bərabər tərəfli bucaq olur. Yəni 60-60 olur bucaqlar. 60. Onda radiusumuz da bizim olur 12. Bizə deyir ki, çevrənin uzunluğunu tapın. C bərabərdir 2 pi R. O da eləyəcək 24 pi. Baxım 464-cü suala. Deyir şəkildə 300 şəklində çevrənin A nöqtəsində və bu çevrənin P nöqtəsində kəsən AM və çevrənin mərkəzdən keçən AB kəsənləri çəkilmişdir. AP bərabərdir OB-yə. Yəni bərabər bucaq deyir ki, MAB 30 dərəcə olarsa, bu bucaq 30 dərəcə olarsa, bizə deyir ki, MBA-nı tapın. MBA-nı, yəni bura alfa deyir, alfanı tapın deyir. Baxa, bura R, burada R. Biz bilirik ki, burada R-dir və burada R-dir. Buradan da kəsənlərin xassəsinə, deməli, bura R-dirsə, burada alfadır. Alfa, onda bura 2 alfa olur. 2 alfa. Aha, oldu 2 alfa. Bunu silirəm. Bir dəqiqə silin. Buradan xət birləşdirək bir dənə. Bir dənə belə çəkirəm, belə birləşdirirəm. Bura R, onda burada R-dir. Bu olur. APO üçbucaqlı bərabər yanlış bucaq. Çünki AP tərəfi OP tərəfinə bərabərdir. Onda burada 30 dərəcə oldu. Və buradan da baxsaq ki, burada R-dir. MOP də bərabər yanlış bucaqdır və bura 60 dərəcədir. 60 dərəcə. Çünki o AP üçbucağın xarici bucağı 60-dır. Onda burada 60 olur və onda təpə bucağı da 60 olur. MOP olur bərabər tərəfli üçbucaq. MOP 60, 60, 30, 90. Deməli, bu tərəfdə 90 oldu. 90 isə alfa 45'dir. Bizdən hansı bucaq istəyirdi? MBA bucağı. MBA. Deməli, alfa da oldu 45.
Çünki 90, onda burada 45, burada 45.